Uzun zamandan bəri bu haqda düşünürəm, daşınıram və çoxdan bəri də yazmışam bu haqda. Amma burada bir şəfahicə toplayım. Sözüm budur ki, Kürt məsələsi haqqında. Sual budur. Əcəba bizim xalqımız maarifləşmədə, güc toplamada, təşkilatlaşmada, teori sahəsində gəlişmədə və siyasi güc toplamada əcəba Kürt məsələsinin qarşısında durursa, istədiklərinə yetişə bilər? Ya yox, İran dövlətinin bütövlüyünün qarşısında, yəni teorisunun qarşısında, siyasətinin qarşısında, əməlinin qarşısında, mediasının qarşısında dayanmaqla eləyə bilər özünə güc toplasın. Bu soruya biz cavab verməliyik və cavab tapmalıyıq. Əgərsə bu suala cavab tapmasaq, heç zaman işlərdə yürüməyəcək. İranda Fars xalqı ilə Türk xalqı keçən min ilə baxanda rəqib xalqlardılar. Ən az keçən 400 il Səfəvilərdən bu yana müştərəkə siyasi güclü olublar. Məsələn, padişahlar türklərdən olublar və Farslar da bu hakimiyyətin içində olublar. Qacara yaxınlaşdıqca Farslar gücləniblər. Yəni Qacara gəldikdə və Qacarın son devrində Farslar gücləniblər və orada bir xarici gücün, İngilisin kodutası vasitəsilə də təsəllüt tapıblar İran siyasətinə. İranda qeyri-fars xalqlar haqq qazanma mücadilədə əlbəttə ki, yanımızda duracaqlar. Özlərindən ötürü bizim yanımızda duracaqlar. Amma bizim farslarla bir rəqabəti bir durumdur. Bizim milliyyətçilərimiz, nasionalistlərimiz farslarla düşmən mövqedə çıxış edirlər. Biz İran hakimiyyəti ilə, yəni dövlətlə düşmən mövqeyidəyik, amma Fars xalqı ilə biz rəqabət mövqeyisindəyik. Fars xalqı ilə düşmən mövqeyisində də, Fars xalqı ilə düşmən mövqeyisində zaten ola bilməli. Bu ırqçılıqdır. Yəni Farslar da bu adını çəkdiyimiz İran rejimi ilə mücadilə edədilər. Ona görə necə ola bilər o xalqı bizim düşmənimiz olsun? O xalq bizim düşmənimiz olmaz, o bizim düşmənimizlə də eyni halda mücadilə edər. Əlbəttə o xalqın içində bəzi kəsimlər əlbəttə ki, düşmən mövqeyindədir. Məsələn, səltənətçilər, mücahidin xalq, CPM'li bunlar bilquvvə düşməndirlər. Amma bilfeil düşmən də, bilfeil düşmən bugün İran rejimidir. Və bizim tamamı enerjimiz İran rejimi ilə qarşılaşmada eyni halda Fars toplumunda olan hərəkətlər, teori sahəsində, siyasət sahəsində, media sahəsində, siyasi təşkilat sahəsində hər harda əlvi qoyursan, orada biz farslarla rəqabət mövqeyindəyik. Bu gəlişmədə əgərsə eləyə bilsə rəqabətdə olaq, əgər bilsə o mövqeyə çataq ki, məsələn deyək, teori sahəsində, fəlsəfə sahəsində, siyasət sahəsində, siyasi təşkilat sahəsində, mediada, yazıda, pozuda, tamam alanlarda, qadın mücadilə sahəsində, işçilər mücadilə sahəsində, çevrə mücadilə sahəsində, haralarda türk toplumu və türklər Fars toplumu ilə, farslarla rəqabət bir mövqedə dura bilsə, eləyə biləcək öz haqlarını əldə etsin. Rəqabət durumuna gəldiyində, onda bizim yanımızda, yəni Türk xalqının yanında başqa qeyri-fars xalqları duracaq istər-istəməz. Onda biz güclü, çox yəni güclü olacağıq. Amma rəqabət durumuna gəlməyincə bu oyunu biz qazana bilməyəcəyik. Məsələn, ya da belə deyim, bu rəqabəti Türklər nə qədər rəqabətə qarışsalar o qədər qazanacaqlar. Pozisyondan danışmırıq hakimiyyətdən. O pozisyondan danışırıq. O pozisyon mövqeyində bərabər bir mövqeyə gələ bilsək, rəqabətdə onda biz qazanmışıq. Niyə? Çünki bizim yanımızda başqa xalqlar da var. Qeyri-fars xalqlar, amma farsların yanında başqa xalqlar yoxdur, dura bilməz. Bu İran hakimiyyətinin etnik fars tipolojisine görə. Onlar təbiətən Türk xalqının yanında duracaq. Çünki Türk xalqı ilə müqəddəratı birdir onların. Ona görə əvvəlki sual buyur ki, əcəba biz Kürt xalqı ilə mücadilədə eləyə bilərik, güc toplayaq Türk xalqına, ya yox, İran rejimi ilə müqabilədə güc toplayaq. Təbii Kürt qarşılığında heç vaxt biz güc toplaya bilmərik. Amma bizim milliyyətçilərimiz, nasionalistlərimiz belə düşünürlər və Kürt-Türk məsələsində daima körüklüyürlər. Daima odun atırlar onun üstünə. Onu məskut qoymamamız lazımdır. Mənim öz yazılarım, danışıqlarım hamısı göstərir ki, yox, biz onu ciddi almalıyıq və onlar lazımi qədər davranmalıyıq. Eyni halda biz bunu bilməliyik ki, Urmiyə və Urmiyənin civarında olan Səlmas, Xoy, Sulduz filan buralarda bir hissi rəqabət kütlərlə də var. Yəni türklərin. O da bir primitiv haləti var, bir ayrılıq var, sünni-şiə var, bir tərəfdən türk-kürd var, bir daha bir tarix var. Orada bir qarşı durma var türklərin tərəfindən kütlərə. O var.
O da meydani gerçəkdir və primitiv bir ağahlıqdır və müsbət bir şeydir. Yəni əgər türklərin hərəkatı gəlişirsə, o primitiv potansiyel və gücdən çox gözəl də istifadə edə bilər. Amma bizim xalqımız İran rejiminə qarşılıqda bu gün onun iqtisadiyyatı onun əlində, kültür mədəniyyəti onun əlində, yaşamı onun əlində, havası onun əlində, təbiəti, işi onun əlində. Yəni gündəliyi, azadlığı onun əlində əsir. Hər zad onun əlində. Cəmaətimizin məsələsi İran rejiminəndir. O sahədədir ki, biz eləyə bilərik, meydana girək və xalqımızı ağah edib və xalqımızı orqanizə edək. Fars toplumunda bu rejimin əleyhinə gedən mücadilədə də tamam sahələrdə bir rəqabətə girməliyik. Məsələn deyək, siyasi teori sahəsində. Onlar nə deyirlər? Bir mərkəzçi və bütövcü bir hakimiyyət istəyirlər. Biz necə istəyirik? Cumhuriyyət və federalçı bir hakimiyyət istəyirik. Bu bizim teorimiz. Bu teori ilə, yəni federal cumhuriyyət və orada bir cumhuriyyət və ya səltənət rəqabətdə teori meydana qoymaq lazımdır. Teori sahəsində mücadilə etmək lazımdır. Siyasi mücadilələrdə, təşkilatların güclənməsində, mediaların güclənməsində, hər sahədə biz Fars toplumu ilə rəqabətə dura bilsək, eləyə bilərik ki, o türk kəsim ki var, Tehran, Kərəc və İranın hər yerində cəzb edəcəksən. Əgərsə, yəni bizim hərəkatımız o səviyyəyə qalxmaya ki, Farslarla bir rəqabət durumunda ola İran rejiminə qarşı mücadilədə, onda sən o türkləri cəzb edə bilməyəcəksən və sən güclənməyəcəksən. Amma o rəqabətdə olduqda, güclü olduğunda o türkləri oradan arıtlayıb gətirəcəksən öz yanına, güclənəcəksən. Belə bir güclü qrupda, belə bir güclü hərəkətdə Kürd məsələsi öz-özünə həll olar. Çünki Kürdlər özlərini öldürmək istəmirlər, özlərinə ki, zərər vurmaq istəmirlər. Görür ki, tərəfi güclüdür, hücuma keçə bilməz. Biz İran rejimindən payımızı almaqda əsasda Fars xalqı ilə rəqabətdəyik. Əgərsə biz Farslarla bir rəqabətli duruma gələ bilsək, bizim qazancımız %100-dür, çünki onda bizim yanımızda başqa xalqlar da var. Amma Farsların yanında belə bir xalq, bu tarix, bu şovinizm, keçən daxili istimar siyasətinin kölgəsində belə bir şey olmayacaq. Yəni onların belə bir gücü olmayacaq, amma bizə bir o qatqı qeyri-Fars xalqların tərəfindən olacaq. Ona görə bizim qazancımız Fars xalqı ilə tamam sahələrdə rəqabət və İran rejiminə qələbə çalmaq sözüdür. Əsas söz budur. Yəni bu teorini gəlişdirmək lazımdır, dərinlətmək lazımdır. Bu teorini yerinə sala bilməsək, fikir edirəm ki, bu hərəkət bir şey qazanmayacaq. Bu söz ki dedim, İran rejimi ilə mücadilədə xalqımıza aytmalıyıq, amma bu yalnız bu deyil. Bəlkə Fars xalqı ilə rəqabətdə, düşmənçilik deyil. Bizim düşmənimiz İran rejimidir. Fars xalqı ilə rəqabətdə, tamam sahələrdə İran rejiminin mücadiləsinə qalxmaqla xalqımızı toplamalıyıq, maarifləşdirməliyik, gücləndirməliyik və bir türk toplumu ruhunu diritməliyik. Tehran, bu Kərəc, başqa elə türkləri türk toplumuna qovuşdurma və bu vasitələ güclənmə və orqanizə olma. Bu rəqabət deyirəm, təşkilat sahəsində rəqabət var. Media sahəsində rəqabət etməliyik, qələm sahəsində rəqabət etməliyik, siyasi təşkilatlar sahəsində, siyasi teoriyalar sahəsində, mübahisələr sahəsində, hər yerdə rəqabət durumuna gəldikdə biz qazanmışıq. Ya nə qədər gələ biləcəyik, o qədər qazanacağıq deyə düşünməyimiz lazımdır. Yoxsa hərəkət sonuçsuz olar.